Salam dəyərli Livestream izləyiciləri. Bugün bizi növbəti silsilənin verilişi və çox maraqlı olan qonağı gözləyir. Cəlal Qasımovla birlikdəyik. Paşa Holdingin icraçı direktorudur və liderlik, miqyas, komanda, sistem kimi çox vacib olan mövzulardan onunla birlikdə bəhs edəcəyik. Birinci növbədə salam, təşəkkür edirəm dəvətinizə görə. Cəlal bəy, mən dünəndən oturub sizin LinkedIn postları oxuyuram. Çünki özüm də müəllifəm və yazıçıyam və çox xoşuma gəlir. Mən istəyərdim ilk növbədə bu məsələdən başlayaq. Bu ideya sizdə necə yarandı və orada o postların özündə bir xüsusi bir məqsəd və istiqamət var ki, siz onu götürmək istəyirsiniz? Bilirsiniz, orada heç bir arxasında dərin fikir yoxdur. Sadəcə hansısa görüşlərdə və nəyisə oxuyanda, ağlıma gələndə, fikirləşəndə ki, bu fikirlə mən digərlərlə bölüşsəm, digər insanlar bunun haqqında ən azı düşünsələr. Yəni məsələ onda deyil ki, mən dediyimi götürüb mütləq qaydada bunu demədi ki, bu reallıqdır, Cəlal dediyi kimi olmalıdır və ya Cəlal dediyi kimi ən düzgün yoldur. Mən azı o insanları düşünməyə vadar etsəm, məncə daha yaxşı olar. Elə fikirlər ağlıma gələndə sadəcə onu oturub axşamlar yazıram. Ona görə siz hətta fikir versəz, orada heç periodiklik də yoxdur. Yəni elə deyil ki, həftədə bir dəfə olsun, ayda bir dəfə olsun və s. Nə vaxt hansısa fikir digərlərə hər hansı bir fayda gətirə bilər. Hansı fikir ağlıma gəlir, onu digər yoldaşlarla bölüşməyə çalışıram. Ona görə o LinkedIn-də mən şəxsən özüm aparıram. Yəni məndə hansısa formada korporativ dəstək falan yoxdur. Sadəcə yenə də belə. Yəni mənim fikrim əsas məqsəd belə deyək, digər insanları, digər yoldaşları nəsə vacib olan məqamlar haqqında düşünməyə vadar edir. Və mən elə düşünürəm ki, intuisiyam mənə deyir ki, bu sadəcə postlar olaraq qalmayacaq. Nə vaxtsa kitaba çevriləcək. Bir neçə insan belə deyək, daha düzgün olar. Biri tanımadığım adam da LinkedIn-dan deyir ki, mən kömək eləyə bilərəm bunu kitab formasına keçirtməyə. Sağ olsun, çox sağ olsun. Yenə də həmin yoldaş. Bir neçə mənim belə deyək, bizim çalışdığımız kolleqalar, hətta Azərbaycandan kənarda olan bir yoldaş da var. Professional inkişafla, coachinglə və s. məşğul olur. O da mənə deyir ki, Cəlal, artıq o qədər post yazmısan ki, bunlar ətrafında kitab yazmaq olar. Bilirsiniz, mən istəmirəm nəyisə mənim əvəzimə kimsə yazsın. Amma mən eyni zamanda elə inanmıram ki, mən kitab yazmağa hazıram. Nə mənada da? Yəni kitab yazmaq çox vaxt, diqqət tələb edir. Bir var qısa post yazırsan, bir var kitab yazırsan. Və kitabı yazırsan da yenə də düşünməlisən nəyə görə bunu yazmaq istəyirsən. Hər hansı bir işi görürsənsə, bilməlisən sən nəyə görə. Kitab olsa çox cooldur, hardasa kitab olacaq, üstündə Cəlal Qasımov yazılıb. Nəticə olaraq nə olacaq? Bəlkə də nə vaxtsa yazacağam, bilmirəm. Mən hiss edirəm, ürəyiniz doludur. Çünki istər-istəməz o artıq özü-özünə gətirir də, o bir ehtiyac yaradır. Ola bilər, amma sadəcə bəli, mən bu gün odur ki, insanları düşünməyə vadar etmək. Ona görə ki, düşünəndə insan beyni inkişaf edir. Bilirsiniz, bizim şirkət olaraq da dəyərlərimizdən biri kollaborasiyadır. Mən hər zaman inanmışam ki və onu çox halda görmüşəm ki, insan o vaxt ki, inkişaf edir ki, digərlərinə baxıb, qısqanclıq hissi yox, sevinç hissi var ki, kimsə yanında inkişaf edir və nəyisə nail olur. Ona görə elə olan da insanda özündə pozitiv emosiya olur və o pozitiv emosiya içəridən bizi inkişafa, özümüzü də vadar edir ki, gərək mən də çalışım, mən də nəyisə nail olum. İnsan başlarında qısqanclamağa və s. o daha çox istəyir ki, o insanda yaxşı olmasın, pis olsun ki, məndən eyni olsun. Onda sən özün də inkişaf eləmirsən. Bu nöqteyə nəzərdən mən çox inanıram buna ki, biz nə qədər biliklərimizi, bacarıqlarımızı və fərq etməz. Mən son zamanlar düşüncə tərzini də mindset deyirlər ingilis dilində, onu məncə bilik bacarıqdan daha vacibdir. Onlarla bölüşsək və digər insanları inkişaf eləməyə kömək etsək, o dərəcədə biz ümumi cəmiyyət olaraq da inkişaf edəcəyik. Yenə də yaşlı gəlir bu. Yəni mən hələ ki, o qədər də yaşlı insan deyiləm, amma artıq 46 yaşım var. Çox şey indi fərqli baxıram, nəinki 30 yaşımdır. Mən başa düşürəm ki, bu bilirsiniz, adam 25-30 yaşı onda enerjisi çox olanda deyir ki, bu dünyanı mən idarə edəcəm, nəyisə nail olacağam və hər şey eləyə bilərəm. İnsan biraz yaşı artdıqca, hətta nəyisə nail olursa, başa düşür ki, bu dünya çox böyükdür və bir çox faktorlar var, hansına ki, sən təsir edə bilmirsən. Amma bizim hər birimizin doğma sevdiyimiz uşaqlarımız var, mənim qardaşlarımın uşaqları var və s. və onlar bu ölkədə yaşayacaq və onlar o vaxt da böyüyəndə yaşayacaq ki, harda mənim artıq bəlkə də bugünkü gücüm olmayacaq. İstər fiziki gücdən söhbət gedir, istər hər hansı bir digər gücdən, yəni istərsəmiz gecdə pensiya çıxmalı olacağım. Bir gün heç biz olmayacaq. Doğrudan da biz onları seviriksə, insan daha gözəl cəmiyyətdə, daha inkişaf eləmiş ölkədə yaşasa, daha çox şansı olur ki, daha çox uğurlu olsun. Ona görə bizim hər birimizin marağımızda o var ki, mənim fikrimcə, ki bu cəmiyyət inkişaf eləsin. Və bir-birimizə baxıb mən digərlərindən çox güclü oldum. Digərləri olmasın düşüncəsi pisdir. Yenə də mən o dediyim ki, lap oldum. Lap bilmirəm, mən dünyanın ən ağıllı insanı oldum. Bizim kolleqalar, mən çalışdığım insanlar, bu cəmiyyət səviyyəsi artmazsa mən neyniyəcəm burada? Yəni o biliki bacarığı misal üçün necə biz nəticəyə keçirdəcəyik? Keçirdə bilməyəcəyik də. Ona görə ümumi olaraq mənim fikrimcə bu cəmiyyətin inkişaf eləməsi çox vacibdir. Mənim LinkedIn postlarım daha çox ona yönəlib və yenə də mən bu gün ən azı bu gün düşünürəm ki, mən düşünsəydim ki, mən kitab vasitəsilə daha çox buna nail
nail ola biləcəm bu məqsədə. Mən yəqin ki, hətta bu gün oturub onu hansısa formada yazardım və kimlərsə cəlb edərdim, kömək eləyərdilər ki, o kitab olsun. Yenə də ola bilər səhvəm, amma mənim fikrimcə bu gün o daha qısa postlar LinkedIn vasitəsilə daha çox insanlar tərəfindən oxunula bilər. Orada tək oxunulmur, orada aşağıda müzakirələr gedir, insanlar fikir bildirir. Kimsə biraz fərqli fikir bildirir. Üçüncü tərəf hansı ki oxuyur, heç bir fikir bildirmir, o mənim fikrimi görür və fərqli fikir görür, daha yaxşı düşünür. Nəinki yalnız mənim fikrimi görsə. Ona görə mənim fikrimcə sadəcə LinkedIn daha effektiv instrumentdir mənim o dediyim məqsədə çatmaq üçün. Ona görə mən bu gün bunu LinkedIn vasitəsilə edirəm. Amma kim bilir, bəlkə də bir gün kitab formasında da çıxa bilər. Mənim şəxsi favoritim olan bir də mən belə başa düşdüm ki, ümumi reaksiyada toplayan bir yazı var idi. Biz uşaq olanda məsələn gəzməni öyrənməklə bağlı olan hissə. Bəli. Bizim də bu müsahibəni mən istəyərdim sizin uşaqlıq dövründən başlayaq. Bu o yaşlarda artıq idarəçiliklə bağlı müəyyən bir şeyləri hiss etmişdiniz, yoxsa bu biraz daha çox sonradan yaranan bir məsələ oldu? Yox, məncə daha çox sonradan yaranan oldu. Mən uşaq olanda o vaxtki uşaqlıq bugünkü uşaqlıqdan çox fərqli idi. Yəni biz istər-istəməz daha çox vaxt həyətdə keçirdirdik, istər məktəbdə olanda dostlarla keçirdirdik, evə qaçıb hansısa planşeti və ya telefonu ələ götürmək istəyi yox idi. Ona görə ki, yox idi. İnternet də yox idi biz uşaq olanda. Yəni uşaqlar olaraq biz ora çıxışımız yox idi. Ona görə bir yerdə keçirdirdik, komanda olaraq, dostlar olaraq, həyətdəki dostlar, məktəbdəki dostlar. Amma mənim bir doğma böyük qardaşım var, bir də bibim oğlu, amma bizlə böyüyüb deyə mən onu da doğma sayıram. Yəni onlarda da çox belə insan olaraq, uşaqlıqdan olaraq liderlik onlarda daha çox görünürdü. Biz bir yerdə vaxt keçirdirdik deyə məndən yaşda da böyüdülər. Yəni də biri 1 yaş, o biri digəri 3 yaş. Bəlkə də ona görə ki, o liderlik nəyisə haqqında düşünmək ki, mən lider olmalıyım, beynimə heç gəlməzdi. Amma onlarda mən o liderliyi görürdüm, o qərar verməni, bir-birimizin arxamızda durmağını, qardaşlar və ya yanındakı olan insanlar, onlara qarşı olan rəftarlıq və s. Yəni belə böyüyürdü. Ona görə uşaqlıqdan mən deyə bilmərəm ki, məndə hansısa liderlik keyfiyyətləri üzə çıxdı. Onlar daha çox 7-ci, 8-ci, 9-cu siniflərdə yəqin ki oxuyanda hansısa məqamlarda hiss elədim ki, mənim arxamca kolleqalar gedir, dostlar, məktəb dostları gedə bilər. O vaxtı başladım hiss eləməyə ki, məndə bəlkə də bu liderlik keyfiyyətləri inkişaf eləyir. Əslində maraqlıdır. Siz çox yaxın adamlardan və onların sizə nə qədər təsir elədiyindən danışdınız. İndi elə insanlar varmı ki, siz onlardan da təsirlənirsiniz, onlardan ilham alırsınız, bir istiqamət götürə bilirsiniz eyni dərəcədə? Məndə elə konkret insan demək olar ki, yox. Mən bir çox insanlardan bir çox şeyi, fərqli şeyləri öyrənməyə daha çox üstünlük verirəm. Nə mənada? Hər insanın hansısa üstünlükləri var. Heç bir insan ideal deyil. Üstünlüyü olan insanın çox güclü üstünlüyü varsa da, kənardan çox güclü insan görünürsə də, onun da öz zəif tərəfləri var. Ona görə birinci növbədə bu mümkün deyil kimisə copy-paste eləyəsən. İkinci, yenə də daha çox müxtəlif insanlarda o güclü tərəflərini, maraqlı tərəflərini öyrənmək, çalışıb onları özündə cəmləşdirmək mənim fikrimcə daha düzgün strategiya olar. Ona görə bəli, mən bir çox insanla, istər Azərbaycanda, istər Azərbaycandan kənar, yenə də qohumlarım, dostlarım və ya iş partnyorları və ya kolleqalar hamısından öyrənmək olur. Hətta mən nələrsə çox kiçik qızımdan da öyrənirəm, 8 yaşındakı qızımdan. Öyrənmək istəyi varsa, nəyisə götürmək istəyi varsa, hər kəsdən nəyisə öyrənə bilərsiniz. Müxtəlif insanlar dediniz. Bu layihələr böyüdükcə, miqyas artdıqca istər-istəməz biz müxtəlif yerlərdən komanda üzvləri cəlb edirik. Amma dəyər var, müəyyən bir istiqamət var. Siz belə olduğu təqdirdə o şablonu necə yaratmısınız? Sizin xüsusi belə seçim meyarları var. Məsələn, başqa yerlərdən gələn insanları bir ideya ətrafında toplayan zaman. Mən deyə bilmərəm, biz bunu hələ ki icad eləmişik, amma biz bunun üstündə işləyirik, sistemləşdiririk belə deyək istəklərimizi və bizim uzun müddətdir ki, Paşa Holding olaraq biz birinci gündən Paşa Holdingin o 5 dəyəri var. Yanılmıramsa 2016-cı, 17-ci illərdə yəni artıq həmin dəyərləri daha aktiv işçilərimiz arasında paylaşmağa başladıq, izah etməyə başladıq. O dəyərlər ətrafında hamı mütləq qaydada birləşməlidir və biz ən azı daxildə insanları promotion eləyəndə, vəzifələri artıranda və s. nə dərəcədə dəyərləri yaşayır haqqında çalışırıq məlumatlar toplayaq. Bu dəyərlər daha çox bütün bizim böyük kollektivə aiddir. Amma açığını desək, mən hansı vəzifələrdən aşağı olan qərarlara heç bir formada nə qarışmıram, nə təsirim yoxdur. Ona görə mən daha çox istər-istəməz hansısa vəzifədən yuxarı olan kolleqalara işə götürüləndə və ya təyin olunanda ora diqqət yetirirəm və orada artıq liderlik vəzifələri olur istər-istəməz. Ya şirkətlərimizin rəhbərləri olur, ya müavinlər olur, hansı yuxarı böyük şirkətlərin müavinləri və s. Və onun bu insanları dəyərləri yaşamaqdan başqa hansı prinsiplərə uyğun gündəlik həyatlarında davranmalıdırlar deyə belə bir leadership DNA deyilən bir prinsipləri ortaya qoyduq. 16 prinsipdir. 2024-cü ilin sonu
kağıza qoyduq və sonra o hansı formada keçən ilin yanılmıramsa fevral-mart aylarında bir il artıq keçib. Başladıq kommunikasiya eləməyə və onu gündəlik həyatımıza keçirməyə. Oradakı prinsiplər mənim fikrimcə çox ətraflı bizim gözləntilərimizi liderlərdən əks etdirir. İndiki əsas çağırışımız odur ki, necə biz edək ki, həmin 16 prinsipi biz düzgün ölçə bilək. Necə biz qərarlı insanlar haqqında qərarlar verəndə özü də çox insan axı mütləq deyil ki, bizdə liderlər daxildən böyüyür. Kənardan gələn liderlər də var və mənim fikrimcə bu çox düzgün prinsipdir. Yəni insanları biz daxildə böyütməliyik, amma hər zaman yeni fikir üçün kənardan da insanlar qoşulacaq bizə. Necə ölçək, intervyuları necə düzgün quraq ki, biz həmin insanların və ya referansları toplayanda o insanlar haqqında necə suallar verək ki, başa düşək insanlar nə dərəcədə həmin leadership DNA-ya, leadership prinsiplərinə uyğundur. Yəni bu bizim indiki əsas çağırışdır. Amma mənim fikrimcə ən azı bu gün etdiyimiz əsas instrumentdir. Artıq biz onu istifadə edirik, bir-birimizə feedback verəndə istifadə edirik və digər qərarlarda amma daha da yaxşı, daha da effektiv edə bilərik mənim fikrimcə. Miqyasdan danışanda sizi A nöqtədən B nöqtəyə gətirən xüsusi prinsiplər olur. Maraqlı gəldi ki, siz bu məsələlər biraz da böyüdükcə hansı prinsipləri ya tərk eləməli, ya belə deyim, öyrəşdiyiniz bir şeyi kənara qoymalı olmusunuz? Yaxşı sualdır. Elə prinsiplər var ki, mənim fikrimcə biz fərq etməz kiçik şirkətlə yoxsa böyük şirkətlə və ya holdinqi idarə edirsən, onlar hər zaman qalmalıdır. Misal üçün bizim DNA-da ən çox sevdiyim prinsiplərdən biri digərlərinə elə münasibət göstər ki, o münasibəti özünə qarşı istərsin. Bu cür prinsiplər hər zaman olmalıdır mənim fikrimcə və hər zaman ədalətlilik, əlində olan gücün və ya səlahiyyətlərin lazımından çox istifadəsi və sui-istifadəsi. Bu cür prinsiplər hər zaman, yenə də deyirəm, mənim fikrimcə düzgün lider olmaq istəyirsənsə, istəyir 3 nəfərin lideri, istəyir 25 min, 30 min adamın lideri. Məncə bunları yaşamaq mütləqdir. Nə ki qaldı, nələr dəyişilməlidir. Mən bilirsiniz, holdingdə artıq 11 ildir işləyirəm. Amma holdingdən qabaq birbaşa şirkətlərin də CEO-su olmuşam. 3 il bir bankın, sonra 3 il digər bankın Azərbaycanda. Bizim kolleqalardadır, mən onu görürəm. Kim ki şirkətlərdən misal üçün holdinqə keçir və holdinq rəhbərləri olur. Əsas çağırış odur ki, vəzifən eyni adlana bilər CEO, amma tam fərqli roldur. Və misal üçün sən biznesi idarə edəndə, hansısa biznes unitin içində olanda, qərarlara daha yaxın olursan, qərar verilmədən prosesin içində nəyisə təsir edə bilirsən. Holding kimi CEO olan və ya direktorlar şurasında oturanda sən elə deyə bilməzsən. Onun görə şirkətin öz CEO-su var. Sən onun işinə qarışmağın da düzgün deyil. Yəni amma necə edəsən ki, sən eyni istədiyin nəticəni əldə edəsən, sadəcə əlindən səlahiyyətləri verərək. Bilirsiniz, bir çox insan məncə harda səhv eləyir və nəyi sona qədər anlamır. Misal üçün bizim holdinqi deməyək, hansı bir X şirkətində şirkətin rəhbəridir, sonra olur holdinqin rəhbəri. Belə baxanda səlahiyyətlər daha da çox artdı da. O elə bilir ki, onun köhnə səlahiyyətləri qalıb, üstünə yeni səlahiyyətlər gəlir. Amma reallıq elə deyil də. Yəni mən artıq şirkətin CEO-su deyiləmsə, hətta bu şirkətin holdinq şirkətinin CEO-suyamsa və ya direktorlar şurasının sədriyəmsə, daha çox gücün var, daha çox səlahiyyətlərin var. Köhnə səlahiyyətləri çalışır saxlasın, qərarlara qarışsın, daha detallı getsin və yeni səlahiyyətləri. Və orada həmin o mən səlahiyyətlərdən sui-istifadə edirəm. İnsan gərək hər zaman birinci növbədə bunun üçün də bir prinsip var, hansını ki çox çətindir həyata keçirmək. Biz onu öz 16 prinsiplərimizdə də yazmışıq, zoom out. Yəni situasiyadan çıxıb kənardan baxmaq və bunu tez-tez istifadə etmək. Nəyə görə deyirəm ki, özüm sadəcə kənardan çıx deyirəm ki, mən həmin o rolda qalsaydım və mənim üstümə kimsə gəlsəydi holdingdə və o belə qərarlar versəydi, mən o rolda özümü necə hiss edərdim? Bu yenə də digərlərini elə münasibət göstər ki, treat others the way you want to be treated, amma bu tərəfdən də situasiyadan sadəcə çıxıb düşünmək. Ona görə situasiyada olanda bu münaqişə ola bilər, bu direktorlar şurasında gərgin diskussiya və ya kolleqalarla hansı diskussiyada insan o situasiyada olanda bir çox zaman onu reflekslər də idarə edir. Amma situasiyaya həmin zaman çıxıb özün kənardan düşünsən ki, düzmü mən özümü aparıram, bu situasiyada mən bunu mu istəyirəm, mən masanın bu tərəfində yox, o tərəfində olsaydım, mənə qarşı belə olsaydı, mən özümü necə hiss edərdim? Onu tətbiq edə bilsələr insanlar, məncə bir çox problemlərdən, şəxsi münaqişədən çıxıb doğrudan da həllini tapa bilən bir formaya keçə bilərdi. Şəxsi inkişafdan da danışmışkən, əslində sizin yazılarda mən onu hiss edirəm. Bir dilema var yenə də, hansı ki, şəxsi inkişaf bir də ki, komandanı paraleldə inkişaf elətdirmək. O barədə də istəyərəm bir qədər deyəsiniz. Məsələn, sizdə necə alınır o proses? Bir çox şeyi normalda başa düşürük, amma mənim bu fikir bizim son Leading Lights deyilən bizim proqram var. Hər il onu bir dəfə keçiririk. 9 aylıq proqramdır. Bu il kolleqaların toplaşanda. Nəysə orada danışanda birdən-birə ağlıma gəldi. Dedim bir bölüşüm. Yəni hamı bilir ki, sən gərək komandanı inkişaf edəsən. Hamı da bilir ki, bu vacibdir və s. Amma hər lider doğrudan da nəyə görə vacibdir
nedir bilirmi? Hər hansı bir məsələ və ya gördüyümüz iş biraz mürəkkəbdirsə çox sadə deyilsin. Açığını desək məncə biz insan sadə hansı bir qərarları bəlkə də uşaqlıqda verir. Uşaqlıqdan çıxan dövrdə artıq nəyi oxuyacaqsan, nə ilə məşğul olacaqsan artıq mürəkkəbləşir və normalda yenə də insan yaşı artdıqca verdiyi qərarlar daha da mürəkkəb olur. Mürəkkəb qərarları verəndə sadəcə verirsən ki, ona görə ki, hamı bunu düzgün sayır, belə olmalıdır. Onun nəticəsi də effektivliyi də çox aşağı olur. O zaman verilən qərarların effektivliyi yüksək olur ki, və insan nəinki o qərar verir, sonra o qərarı düzgün tətbiq olunması üstündə də işləmək lazımdır. O vaxtı düzgün və maksimal effektiv eləyir ki, başa düşürsə ki, bu nəyə görə lazımdır? Bu baş verməsə nə olacaq? Elə yox ki, şablon olaraq hər yerdə yazılıbdır komandanın inkişafı mütləqdir və ya bu insanların motivasiyası üçün lazımdır. İnsanların sonunda motivasiyası üçün ola bilər lazımdır, amma insanları inkişaf eləmək liderin özünə lazımdır. Ona görə ki, yenə də biz bunu hiss eləyirik bir çox məsələlərdə. Misal üçün bilirsiniz, bu yaxınlıqda bizdə bir şirkətimizin grading sistemi haqqında danışırdıq. Hətta ad çəkməyim, konsultantlar da var idi, hansı ki o işi görür. Və gətirmişdilər və iki vəzifə arasında, yəni rəhbər və ona tabe olan vəzifə, tutduğu vəzifələr arasında yüksək grade fərqi var idi. 3 gradedən daha çox idi. Deyəsən 4-ü deyə 5 idi. Və mən onu deyim ki, kolleqalar, axı kağızda çox gözəl çəkdiniz. İndi düşünün ki, bu yüksək vəzifə insanı götürdünüz, bu işini yaxşı bacarır bilir və o vəzifəyə layiqdir. Digər vəzifə deyir ki, bundan qat-qat aşağıdır vəzifə olaraq. Ora o vəzifəyə uyğun adam götürsəz, yəni həmin bilik bacarığı tələb olunan, bu insanların arasında çox böyük distansiya yaranır. Axı biz də onu bilirik ki, misal üçün biz gətirsək hansısa böyük biliklərə, bacarıqlara malik bir insanı və o 12 yaşlı uşaqla danışsa ki, nəyisə çətin bir konsepsiyanı ona başa salmaq istəsə, uşaq başa düşməyəcəkdir. Yəni eyni şey də burdadır. Biz bir-birimizi daha yaxşı başa düşmək üçün biz gərək bu distansiyanı insanlar arasında, yəni bilik, bacarıq, həyat tərzi nöqteyi-nəzərdən o distansiyanı qısa saxlayaq ki, biz dediyimizi kimə o sözü deyirik, onlar düzgün onu başa düşsün. Düzgün başa düşəndən sonra mənasını bilib həyata keçirə bilsin. Başa düşməyəndə də nə baş verir real həyatda? Lider görür ki, o adam eləyə bilmir, başlayır özü onun əvəzinə nəsə iş görməyə. Okey, biz onun əvəzinə nəsə iş görə bilərik. Birincisi, qeyri-effektiv vaxtın istifadə olması. Biz liderə bu işi yerinə yetirmək üçün pul ödəyiriksə, o başlayanda daha aşağı qreyddə potensialda olan insanın işini görməyə, biz nəyə görə ona o qədər pul ödəyirik? Biz ona mürəkkəb qərarları verməyə, mürəkkəb işlə məşğul olmaq üçün ödəyirik. Digər işini yerinə götürmək üçün yox. Bu bir. Bu neqativ təsiri. İkinci, o insanlar böyümür. Gündəlik işdə yenə də biz hansısa sessiyalar eləyəndə gedib bir çox kolleqalarım, özüm də çox nadir hallarda amma hərdən edirəm, universitetdə uşaqlardan danışanda biz orada onların dili ilə danışmağa çalışırıq ki, onlar bizi başa düşsünlər və bunu eləmək olar. Amma gündəlik işdə sən bütün günü öyrətməklə məşğul olmursan da, sən qərarlar verirsən, bir qərar, digər qərar, hansı bir sürət var və vaxt olmur ki, hər bir işçiyə hər bir qərarı detallı izah eləyəsən, necə ki universitetdə müəllimlər tələbələr izah edir. Ona görə o distansiyalar çox olanda yenə də yuxarı olanda ya biz öz vaxtımızı liderlər olaraq çox qeyri-effektiv sərf edirik və buna görə yenə də şirkətə qarşı mənim fikrimcə bu ədalətsizdir. Ona görə şirkət bizə pul ödəyir ki, biz daha vacib işlərlə məşğul olaq. Bizimlə çalışan kolleqalarımızı inkişaf elətdirmirik. Ona görə ki, onların əvəzinə başlayırıq işi görməyə. Zaten bu başa düşmür, tez özüm eləyim. Bu yanaşma səhvdir. Ona görə ki, insanlara imkan vermir inkişaf eləsin. Gec-tez bu narahatçılıqları gətirir, çıxardır, sonra başlayırıq o insanları işdən çıxartmağa ki, bu bacarmır. Bu bacarmır ona görə ki, biz sistemi düz qurmamışıq. Struktur səhv ola bilər ki və distansiya çox yüksək olanda. Sonra demək ki, həmin insan o vəzifəsini yaxşı bacarmır. Mən lider olaraq işimi onun əvəzinə görürəm. Ola bilər, amma onun o bir tərəfində də bax, siz strukturu düz qurmusunuzmu? Bəlkə də səninlə o insanın arasında hansısa bir digər vəzifə olmalıdır ki, hansı səni daha yaxşı başa düşəcək və o işini yaxşı işlədəcək. Ona görə bilirsiniz, bu cür strukturla əlaqəli qərarlar çox kritikdir. Bir çox insanlar strukturları direktorluq şurasında təftiq eləyəndə və ya menecerlər, baş direktorlar quranda, bunlar sadəcə buna hansısa bir qutular kimi baxır, amma reallıqda strukturun düzgün qurulması işin düzgün həyata keçirilməsi, effektiv həyata keçirilməsinin meyarlarından biridir. Və yenə də həmin o inkişaf məsələsinə gətirəndə mən ona görə onu yazdım ki, sonda bizə nəticə lazımdır da. Yəni sən hər anın lideri olsansa ol, biznesdən danışırıqsa və ya fərq etməz. Sən nəticə istəyirsən. O nəticəni vermək üçün sən özün inkişaf eləsən, səninlə çalışan kolleqaların sənin qədər inkişaf eləməsə, gec-tez onların səni almağında problem yaranacaq. Heç bir lider özü hardasa özü də verə bilər, baxır kollegial qərardır, yox şəxsi qərardır, amma sonda nəticəni insanlar verir. Yəni kimsə oturub özü consulting işi deyilsə, freelancer işi deyilsə, CEO qərar verdi və komanda qərar verdi. Sonra o düzgün yerinə yetirilməsə, qərarın düzgün verilib verilməməsinin nəticəyə heç bir təsiri olmayacaq.
həyata düzgün keçirilməsi. Ona görə də həyata da düzgün keçirmək istəyirsənsə, sən gərək komandanın biliklərini, ən azı özünün bacarığını, biliyini nə qədər artırırsan, o qədər də kömək eləsən ki, onlar artsın ki, sonunda nəticə olsun. Mən fikir verirəm, siz məsəl üçün o Leading Lights kimi layihələr eləyirsiniz və bu çox yaxşıdır. Bir də kitab müzakirələri də görmüşəm mən artıq bu şirkətlər daxilində tez-tez baş verir. Mənə maraqlı gəldi, məsələn, sizin özünüzün xüsusi belə bir rəfinizmi deyək ki, çox sevdiyiniz, dəyərləndirdiyiniz kitablar varmı ki, onları bizimlə də paylaşmaq istəyirsiniz? İstiqamət verici olsunlar. Baxın, mən bağlı. çox sağ müxtəlif dövrlərdə müxtəlif kitablar oxuyuram. Belə bax, mən kitabı başlayanda oxumağa 10-cu, 15-ci səhifədən sonra oxuyuramsa, deməli kitab xoşuma gəldi. Xoşuma gəlməmsə qırağa qoyuram. Özümü məcbur edib nəyisə oxumağa ehtiyac yoxdur. Ona görə ki, yenə də o heç nə götürməyəcəksən oradan. Sadəcə bir çox insanlar onu da eləyir. Mən onu heç tövsiyə etmirəm. O tick box kimi mən ildə bu qədər kitab oxudum. Yəni ehtiyac yoxdur. Onu oxuyun ki, xoşunuza gəlir. Ona görə mən deyə bilmərəm ki, hansısa kitab mənim həyatımda çox böyük rol olub. Son oxuduğum kitabları deyə bilərəm, hansı ki, maraqla oxumuşam sona qədər. Tam fərqlidirlər. Birincisi çox gözəl kitabdır. Deyir ki, The Right Kind of Wrong. Edmundson kitabı, hansı səhvlər faydalıdır, hansı yox, necə oradan fayda götürmək və s. Bu da mənim sevdiyim mövzulardan biridir. Ona görə bu kitab çox gözəldir. İkinci yaxşı maraqlı kitab o, amma konkret olaraq bu dövrə aid The Coming Wave, Mustafa Süleyman. Bu AI daha çox texnologiyalar ətrafındadır. O dünyada nələr baş verəcək, gələcəyə baxan bir vizyoner baxışdır. Yenə də kimə maraqlıdırsa bu mövzu, onu oxuya bilər, məncə həzz alar. Bir də son oxuduqlarımdan biri Dante in the Workplace. Necə liderlər iş yerində həmin o 7 günahlardan qaça bilər. Yəni biraz fəlsəfə dili ilə yazılıb hətta, yəni professor tərəfindən də yazılıb bu kitab. Maraqlıdır, yenə də daha çox liderlik haqqında və yenə də fəlsəfə ilə maraqlanan liderlər üçün məncə maraqlı ola bilər. Yaxşı bir siyahı yaratdınız əslində və gözləntilər də var idi. Yəni bu sondur. İndi belə keçmişə gəlsək, mən bilirsiniz, mən yadımdadır. Bu yaxınlıqlardan yadıma düşdü. Mənim balaca qızım gəldi, göstərkən mən bu kitabı məktəbdə library-dən, özdə ingiliscə danışır, library-dən götürmüşəm. Deyirəm, mən çox yaxşı. Nədir? Oxuyub ora qaytarmalıyım ki, yeni kitabı götürüm və hər gün oxuyur, tələsir. Deyirəm, niyə tələsin? Deyir, istəyirəm tez oxuyum ki, o biri kitabı götürsünlər. Və mənim öz uşaqlığım yadıma düşdü. Mən yadımdadır ki, o vaxtda da kitabxanalar gedirdi, o dövlət kitabxanaları var idi, kitabları götürürdü. Papam da indiyə kimi həmişə onu danışır. Deyir ki, o vaxt kitabxanaçı deyirdi ki, bu uşaq desən bu kitabları oxumuyub, niyə götürür? 2-3 günə bunu mümkün deyil oxumağa. Papa da bir də dedi ki, yaxşı sualları verin görüm, oxuyur. Başladı sual verməyə. Mən də hətta mən 11-12 yaşında misal üçün, düzdür, biraz harasa romantik bəlkə ola bilər. Bu Qraf Monte Cristo'dur. Üç Muşketör. Sonra onun davamı var idi. 3 müştəriyə 20 il sonra nəsə. Yəni müxtəlif bu cür Dumanı çox sevirdim. Bir çox kitablar oxuyurdum. Sona qədər bəlkə də anlamırdım, amma biraz romantik gəlirdi. Amma mənim fikrimcə o eyni zamanda uşaqlar oxuduğu kitablar onları maraqla oxuyursa, məcburi yox. Uşaqların gələcəyinə təsir eləyir. Mən o kitablarda istər 3 müşketör olsun, istər misal üçün Qraf Monte Cristo. Orada birincisi dostluq nədir? Bir-birinə dəstək olmaq nədir? O один за всех все за одного, bilirsiniz, o çox maraqlı bir şeydir. Onu hamı şey kimi qəbul edir, kinoda sözdlər kimi. Amma həyatda da, komanda da o vacib bir meyardır. Yəni doğrudan da bir nəfər hamı görə cavabdehdir, hamı da bir nəfərə görə cavabdeh olmalı. Qraf Monte Cristo'da mübarizə nədir? Mübarizədən keçmək nədir? Baxmayaraq ki, o çətin illərdən, çətin dövrlərdən keçirsən, hansısa ədalətli prinsiplərinə hər şeydən üstün saxlamaq. Hətta orada sas var idisə belə, misal üçün o hansı formada olur, çox fərqli formada həyata keçirilir. Yəni o şeylər təsirləyir. Ona görə bu kitabları mən uşaqlıqdan çox sevirdim oxumağa. Bir çox həyatımda kitab oxudum. Mən sadəcə bu 3 dənə, yəni belə deyək də son 3-4 ay bəlkə ərzində oxuduqlarımı dedim. Amma mən məsləhət görürəm, amma yenə də əsas məsləhətim odur ki, kitabı başladınız oxumuza. Xoşunuza gəlmədi ki, Cəlal dedi deyə yəqin maraqlı kitabdır, oxuyacağam, yanaşması düzgün deyil. Başladınız oxumağa 3, 5, 10 səhifə. Xoşunuza gəlirsə davam eləyin. Xoşunuza gəlmirsə etməyin, ona görə. İstəyirəm elə bu maraqlı və dəyərli bir notda biz yekunlaşdıraq. 3 müşketördə Gaskoniyalını atası göndərəndə ki, get Parisi fəth elə. Ona demək olar bir ata kimi bir çox şeyini verir də. Qılıncını da verir, xüsusi məktubunu da verir, atını da verir. Mən istərdim Cəlal bəy də biraz düşünsün, həm öz qızına, həm də bu yeni nəsildəki olan bütün o gənclərə bu məktub kimi bir şey yazsaydı. Onu heç olmasa bir dənə prinsipial bir məsləhətimi deyək, ya bir dəyər ki, hansı ki, indi bilirsiniz, növbəti illərdə getdikcə hər şey mürəkkəbləşir, qeyri-müəyyən olur. Həmin o dövrlərdə onlara kömək eləsin, biraz istiqamət versin.
Gəlin bir neçə fikir deyim, bəlkə məncə Olar, kömək olar. eləyər. Birincisi, düzdür ki, həyat mürəkkəbləşir, amma biz də özümüzün həyatımızı mürəkkəbləşdirməyək. Bir çox şeyləri insan özü mürəkkəbləşdirir və daha da sadə yolu var. Yenə də bu zoom out eləyə bilsən situasiyadan baxanda, hərdən biz hansı problemi böyük görürsə, o real olaraq böyük problemdir yoxsa yox. Dəyərmi ona o qədər energiya sərf eləmək yoxsa yox. Yəni bu bacarıq mənim fikrimcə onu inkişaf eləmək. Həyatı özün daha da mürəkkəbləşdirmə, daha sadələşdirməyə çalış. Onu da deyim ki, bu bacarıq məncə çox rahat, yəni əldə olunan bacarıq deyil. İnsana yaşadığı dövrlə, əldə etdiyi təcrübə ilə gəlir, amma onu öyrənmək lazımdır. Həyatımızı mürəkkəbləşdirməyə. İkincisi, yeniliyə açıq olmaq. Heç bir növbəti gün keçmiş gün kimi olmur. Çox fərqlidir. Əsasən də indiki dövrdə. Düzdür, mən düşünürəm ki, biz sadəcə bu siklin içində indi yaşayırıq. Bu texnoloji revolyusiyanın içində yaşayırıq. Hər bir sikldan sonra hansısa bir dövrə biraz daha stabilləşmə gəlir. Amma indi 10 ildən sonra gələcək, 20 ildən sonra çətindir demək. Hələ ki, bu gün biz həyatımız çox yüksək templərlə dəyişir. Ona görə yeniliklərə mütləq qaydada açıq olmaq, öyrənməyi sevmək. Bu valideynlərdən çox asılıdır. Valideynlərə məsləhət görərəm ki, uşaqları nəyəsə məcbur eləməyə, oxumağa ehtiyac yoxdur. Bizdə bir çox valideyn uşaq böyüdükcə ona başlayır ki, mən istəyirəm sən doktor olasan, mən istəyirəm sən hüquqşünas olasan. Uşağın beyninə qoyur, sonra uşaq o yolla gedir. Nəyə görə onu edir açığını deyim mən. Sadəcə bəlkə özü nəyisə edə bilməyib cavanlıqda onu uşağında görmək istəyir və fikirləşir ki, o daha yaxşı bilir. Məncə bu çox böyük səhvdir. Bilirsiniz, bu yaxınlıqda bizdə Immergedə o Zakkas çox maraqlı bir məlumat verdi. Mən elə bilirdim, açığını demək, araşdırmamışdım. Mən elə bilirdim ki, bizdə Azərbaycanda insanlar universiteti bitirəndən sonra böyük hissəsi sonra heç oxuduğu mövzu ilə məşğul olmur və o disiplina ilə getmir. Bilmirəm, iqtisadiyyatı oxuyur, gedir injiner olur. İnjineri oxuyur, gedir digər vəzifə işlə məşğul olur. Amma görünür bu çox maraqlıdır. Bu deyirlər ki, artıq dünyada 60% məzunlar universiteti bitirəndən sonra 5 il sonra məşğul olduğu iş heç bir universitetdə oxuyan disiplinaya heç bir aidiyyəti yoxdur. Yəni bağlantısı, birbaşa bağlantısı yoxdur. Mənim fikrimcə o nə üçün 60%-dir daha yüksək deyil. Ona görə ki, elə vəzifələr var ki, məsəl üçün doktor mümkün deyil də, sən sadəcə doktorluğu bitirməlisən ki, sənə icazə versinlər. Yəni bəlkə də doktorları saymasaq, medical, tibbini saymasaq, bəlkə də 60%-dir, bilmirəm, 70%-dir və daha yüksək. Bu faiz olaraq artır. Yox, mən istəyirəm sən hüquqşünas olsun. Bəlkə də gedib oxuyacaq hüquqşünaslığı, amma bitirəndən sonra 5 il sonra görürsə 60-70% şans var ki, yəni 50-dən yuxarı. O heç o işlə məşğul olmayacaq. Ona görə uşaqları yönəltmək o mənada lazım deyil. Məncə uşaqlara hər zaman demək lazımdır ki, nəyi sevirsiniz, onu oxuyun. Oxumağa, öyrənməyə sevgi olmalıdır. Sevgi də o vaxt yaranır ki, sən xoşladığı işlə məşğul olsan. O vaxt pozitiv emosiya yaranır və uşağın beynində oxumaqla pozitiv emosiya arasında korrelasiya yaranır ki, oxumaq mənə ləzzət verir. Ona görə bu cür şeyləri bizdə valideyn olaraq nəzərə almalıyıq, amma uşaqlardan da hər zaman nəyisə yeni bir şey öyrənmək, konsepsiyanı öyrənmək. Uşaq olaraq biz böyüyəndə hansı prinsiplərimiz olur, dəyərlərimiz olur. Mən inanmıram ki, hansı insanın 20 yaşında olan dəyərləri ilə 45 yaşı olan dəyərlər hamısı eyni olsun. Ola bilər hansısı qalsın, amma olursa hamısı eyni, o insan inkişaf eləməyib. Amma nə vaciblərin dəyərlərinin dəyişməyindən qorxmaq lazım deyil. Bu normal bir prosesdir. Ona görə bir insanlar deyir ki, yox, mən belə fikirləşirəm, mən indi necə ayrı cür fikirləşirəm. Qorxmayın, o normal bir prosesdir. O inkişafın bir göstəricisidir. Sadəcə situasiyaya görə dəyərləri dəyişmək. Yəni nəsə baş verirsən, qərar verməlisən. Desən, yox, artıq mən bu dəyərə inanmıram, mən digər dəyərə inanıram. O qərarı vermək üçün özünü aldatmaq məsələsində diqqətli olmaq lazımdır. Elə olmaz. Yəni insanlar hansısa bir həyatında qərarları verəndə, istər özünə aid, istər digər insanlara aid, gərək inandığı dəyərlərə əsaslanıb bu qərarı versin ki, heç vaxt sonra o qərarlara görə utanmasın, ən azı bilsin nəyə görə o qərarı verib. Şirkətdə var tangible asset, var intangible asset. Tangible asset insan olaraq dedin, sənin əldə etdiyin varlıqdır, bilmirəm, maşınındır, evindir, nə də digər varlıqlardır. Intangible asset əsası bizim reputasiyadır insan olaraq. Biznesdə olduğu kimi də şəxsi həyatda da elə olur ki və çox hallarda elə olur ki, intangible assetlərin real dəyəri və onların yarada biləcək gələcəkdə dəyər həmin o tangible assetlərdən daha yüksəkdir. Bunu nəzərə alaraq bir insan cavanlığından, uşaqlığından öz reputasiyası haqqında düşünməlidir və onun üstündə işləməlidir. Bir də bizim Rubikada balaca da olsa belə bir məqam olur. Harda ki, bizim onlayn cəmiyyət deyək ki, izləyicilər deyək ki, onlara qonaqlardan bir şəxsi inkişaf istiqamətində bir vərdişmi tövsiyəsi deyək ki, belə bir şey nə tövsiyə edərsiniz? Bir konkret vərdiş ola bilərmi ki, onların işini, həyatını daha belə keyfiyyətli eləsin?
Baxın, məncə vərdişdən danışsaq, refleksiya, self-reflection məncə yaxşı vərdişdir. Yəni bu nə deməkdir? Nəyisə oxuyanda, hansısa situasiyada olanda, hansısa günün sonunda mən nə elədim, nə edə bilərdim, nəyə daha yaxşı edə bilərdim sualları mən nəyə görə edirəm? Çox çətin mövzulara toxunuruq. Misal üçün, insana desən ki, bunu elə və deyək ki, başladı eləmək. Ona görə ki, çətindir. Bilirsiniz, insanlar nəsə pozitiv şey olanda özünün nailiyyəti kimi onu qəbul edir. Amma hansısa bir problem yaşayanda biz insan olaraq yenə də biz çalışırıq problemi kənarda axtaraq. Nəyə görə? Ona görə ki, rahat deyil də düşünmək ki, mən nəyisə düz eləmirəm və mən nəyisə çox pis hərəkət elədim. Kimlərinsə xətrinə dəydim. İnsan onu düşünmək istəmir. Özünüzü məcbur eləyib bu haqqında düşünmək. Ona görə ki, yalnız özünüz özünüzə həqiqəti deməklə düzgün refleksiya ola bilər. Yəni refleksiya öz-özündə bəs etməyəcək. Refleksiya edirsənsə bu bacarıq da olmalıdır ki, o refleksiyadan nəyisə əldə edib irəli gedə biləsən və bəlkə bu ikisini birləşdirib bir məsləhət kimi olsa, mən hər zaman deyirəm, bilirsiniz, bir insanlar doğulanda biz hamımız çox oxşarıq. Düzdür, hər birimizin fərqli DNA var, fərqli belə deyək, ailələrdən gəlirik, valideynlərdən nəsə keçir. Amma sonda hamı uşaqdır və hamı insandır və insanlara aid olan hansı reflekslər var, hansılar ki bizi idarə eləyir. Mən hər zaman deyirəm ki, mən o default settings deyirəm. Hər bir insanın default settingi yenə də risklərdən qorxmaq, gələcəyi bilmirsənsə yeni yol seçməmək, keçmiş yolu getmək, ona görə ki qorxursan. Uşaqlıqdan biz onu görürük də. Valideynlərdə görürük, uşaq olanda görürük ki, nəsə elədim, yıxıldım, deməli gəl bu yolla getməyim, o yolla gedəndə yıxılmırdım. Bu cür şeylər bizi formalaşdırır. İnkişaf eləmək istəyirsinizsə və digərlərindən fərqlənmək istəyirsinizsə və misal üçün lider olmaq istəyirsə, lider nə deməkdir? Lider o deməkdir ki, 1000 nəfərin, 100 nəfərin, 10 nəfərin və ya 10.000 nəfərin fərq etməz. Qabağında gedirsənsə, sən onlardan fərqli olmalısan ki, onlar sənin arxanca gəlsin. O fərqli olmaq üçün həmin o default settinglərin nə qədər çoxunu dəyişə bilsən, o qədər digərlərindən fərqlənəcəksən və yalnız fərqlənəndə insanlar bunu görüb sənin arxanca gedəcək. Ona görə ki, heç bir vəzifə insanı lider eləmir. Vəzifə bizə hansısa səlahiyyət verir, amma liderlik ola bilər ki, sən heç vəzifən olmasın, amma sən hansısa bir komandanın içində qeyri-formal lider olasan. Ona görə bu iki fərqli definisiyadır mənim fikrimcə. Yenə də o olardı ki, həmin o default settingləri, hansı ki bir çox insana çətindir onu dəyişmək, istəməlidir dəyişmək, düşünüb özünüzü məcbur eləyin, onu dəyişin, digərlərindən fərqlənin və irəli gedin. Eyni zamanda lider olmaq istəmirsinizsə, burada heç bir şey yoxdur. Məcbur qoymayın ki, sizin valideynləriniz, dostlarınızın sizdən olan, həyatınızdan olan gözləntilər sizin həyatda verdiyiniz qərarlara təsir eləsin. Özünüz həyatdan nə istəyirsiniz, onu seçin. Yenə də deyirəm, ona görə bir çox insanın valideynləri tərəfindən uşaq olanda, dostları tərəfindən onlara təzyiq yaranır ki, sən ağıllısan, sən filan kəs olmalısın. Amma deyir ki, mən mütləq qaydada gedib şirkətin rəhbəri olmalıyım. Həyat bununla ölçülmür də. Yəni bizim həyatımız 70-80 ildir. Kimə nə qədər Allah ömür verəcək, o qədər olacaq. Amma o sonda həyatı bir dəfə yaşayırıq. Ona görə özümüzü tanımaq, yenə də özümüzə həqiqəti demək, mən bu həyatdan nə istəyirəm, onu bilmək və o yolda getmək, nəinki digərlərin bizə yönəltdiyi yola düşmək. Mənə elə gəlir ki, sizin fikirlər bir çox insanda lazım olan o fərqindəliyi yaradacaq. Təşəkkür edirik. Sağ olun, çox sağ olun. Uğurlar olsun. Sağ olun.